Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə koordinat toxları verilir və birinci koordinat toxumuzda x1, x2, x3, x4, x5, x6-nın qiymətləri verilir və ordinat toxu k ilə işarə olunub. İkincidə isə x-ların qiyməti fərqlidir və l ilə işarə olunub ordinat toxumuz. Və biz bunlara əsasən 3-cü sual işarəsi yerinə olacaq koordinat toxunun hansı varianta uyğun gəldiyini tapmalıyıq. Baxırıq ki, burada ordinat toxu üzərində k böl l verilib. Yəni, x1-in birinci koordinat toxundakı qiyməti k-da olan böləcək ikinci koordinat toxundakı qiymətinə l-ə. K böl l-ə əsasən. Baxırıq ki, x1-in birinci koordinat toxunda qiyməti 6-dır. İkinci, yəni l olan koordinat toxunda isə x1-in qiyməti 3-dür. Deməli, 6 k-dakı qiymətin böləcək l-dəki qiymətli 3-ə. 6 bölü 3 də 2 eləyir. Deməli, bizim x1-in sual işarəsinin yerinə olacaq koordinat toxunda qiyməti 2-yə bərabərdir. 6 böl 3-ə görə. Keçirik x2-nin qiymətinə. Baxırıq ki, x2 birinci koordinat toxumuzda 4-ə bərabərdir. İkincidə isə 4-ə bərabərdir. 4 böl 4 də 1 edir. K böl l-ə görə 4 böl 4 1-ə bərabərdir və 1 ilə də x2-nin kəsişmə nöqtəsinə buna əsasən qeyd edirik. x2-nin kəsişmə nöqtəsinə işarəmizi qeyd etdik. x3-ün qiymətinə baxırıq. x3 birinci koordinat toxumunda 4-ə bərabərdir. İkinci koordinat toxumunda 2-yə. 4 böl 2 2 edir. Deməli, x3 2-yə bərabərdir. x4-ün qiymətinə baxaq. Birincidə 3-ə bərabərdir x4, ikincidə 1-ə bərabərdir. 3 böl 1, k böl l əsasən. 3 böl 1 də 3 edir və deməli, x4-ün qiyməti 3-ə bərabər olacaq. x5-in qiymətinə baxırıq. Birincidə 5-ə bərabərdir. İkincidə də 5-ə bərabərdir. 5 böl 5 də 1-ə bərabərdir. Deməli, x5 də 1-ə bərabər olacaq. Sual işarəsinin yerinə olan koordinat toxumuzda. x6-nın qiymətinə baxaq. x6 birincidə 1-ə bərabərdir. İkincidə qiyməti 1-ə bərabərdir. 1 böl 1 də 1 edir. Biz sual işarəsinin yerinə olacaq koordinat toxumunda x-ların qiymətini yazdıq. İndi isə işarələri birləşdirək. Baxırıq ki, A variantında x1-in qiyməti 3-dür, amma bizdə x1-in qiyməti 2 olmalıdır, ona görə A variantı səhvdir. B variantına baxırıq. B variantda x1-in qiyməti düzdür, x2-nin də qiyməti düzdür, amma x3-ün qiyməti 3 yazılıb B variantında, amma bizdə baxırıq ki, x3-ün qiyməti 2-dir, ona görə B variantı da səhvdir. C variantına baxırıq. x1-in qiyməti düzdür, 2-dir, x2-nin qiyməti də düzdür, amma x3-ün qiyməti 1-dir, amma biz almışıq x3-ün qiymətini 2. C variantında səhv oldu. D variantına baxırıq. Gördüyümüz kimi D variantında x1-in qiyməti 2 düzdür, x2-nin qiyməti 1 düzdür, x3-ün qiyməti 2 düzdür, x4-ün qiyməti 3 düzdür, x5-in qiyməti 1, x6-nın qiyməti 1. D variantı düzgün cavabımız oldu. Y variantında səhv isə x1-in qiyməti 1 yazılıb, amma x1-in qiymətini 2 almışdıq. Ona görə Y variantı səhv oldu. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.